Yeni il həftəsi ilə birlikdə ulduzlar da yeni enerji gətirir. Bəzi bürclər üçün bu günlər dəyişiklik, bəziləri üçün isə sakit başlanğıc vəd edir. Gəlin yeni ilin ilk həftəsində bürcləri nələr gözlədiyinə birlikdə baxaq. Qoç, Şir və Oxatan bürcləri. Bu üçlü üçün yeni il sürətli başlayır. Enerji yüksəkdir, təşəbbüs ön plandadır. Risk etmək istəyi artacaq, amma ulduzlar xəbərdarlıq edir. Emosiyaya yox, ağla güvənin. Yeni tanışlıqlar və gözlənilməz fürsətlər mümkündür. Buğa, Qız və Oğlaq bürcü. Torpaq ünsürləri üçün il düşünərək başlayır. Planlar qurulur, köhnə məsələlər bağlanır. Maddi və işlə bağlı mövzular gündəmdə olacaq. Səbir və ardıcıllıq bu həftənin əsas silahıdır. Əkizlər, Tərəzi və Dolça. Hava bürcləri üçün ünsiyyət həftəsidir. Mesajlar, zənglər, görüşlər, hər şey sürətlənir. Gözlənilməz xəbərlər istiqamət dəyişə bilər. Dürüstlük və açıq sözlülük uğur gətirəcək. Xərçəng, Əqrəb, Balıqlar. Su ünsürləri üçün daxili təmizlənmə dövrüdür. Keçmişi buraxmaq, hissləri dinləmək önə çıxır. Bu həftə sakit qərarlar, emosional rahatlıq və daxili balans üçün əlverişlidir. Yeni il həftəsi hər kəs üçün fərqli mesajlar gətirir. Ulduzlar yol göstərir, amma seçimi yenə siz edirsiniz. Yeni ilin ilk günləri sizə aydınlıq, balans və uğur gətirsin.